və əziz imamımız Allah zuhurda təcil eləsin. İmam Zaman Abdallah Fərəcə və Talanın da salamatlığına bir salavat istəyək. Allahümme salli ala Muhammed və ali Muhammed və əcil fərəccəhum. Bugün Rəcəb ayının 13-üdür, əzizlər. 1447 Hicri qəməri təqvimlə. Rəcəb ayında Həzrəti Əli əleyhissalam bugünkü gündə dünyaya gəlibdir. İnşallah dünyanın hər yerində, yəni imamət sevərlər, əhl-i beyt sevərlər, əhl-i beyti tanıyan şəxslər, Peyğəmbər ailəsinin dəyərin, qiymətin bilən Allah bəndələri dünyanın hər yerində bugün İmam Əlinin mövlid gününü qeyd edirlər, sevinç içindədirlər, məscidlərə gedirlər və ziyarətində olurlar. İmam Əli ilə bağlı qurulan məclislərdə söhbətlərə qulaq asırlar. İnşallah biz də bacardığımızdan bir-iki kəlmə o barədə deyəcəyik Allahın izni ilə. Allah o savablardan bu məclisə də əks eləsin. Əsrin imamı xalqımıza və siz əzizlərə duaçı olsun inşallah. Salavat siqiləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Aziz cəmaatımız, Quran-ı Kərimdə təqribən 300-dən yuxarı ayələr Əhl-i Beyt əleyhissalamlardan, məxsusi Əmir əl-Mumin əleyhissalamdan vardır. Ayələrdən başqa Peyğəmbər əleyhissalamın alamların ən üstün kəsi və mərsalnə illə rəhmətən lil alamin Xuluqul əzim Yasin, Taha Peyğəmbər əleyhissalama xitabdır bunlar. Peyğəmbər əleyhissalam İmam Əli əleyhissalam haqqında da çox hədislər buyurub. Siz əzizlər yadınıza salın, Peyğəmbər əleyhissalam o vaxt deyib ki, qiyamət gününəcən mən tərəfdən hədislər gələcək. Siz o hədisləri Quranla tutuşdurasınız, axtarasınız Quranda. Əgər mənim dediyim hədislər Quranda yer tapırsa inanasınız. Yox, Quranda o tapmırsa yerin, onu inkar edəsiniz, yaymayasınız. İndi hədislər gəlir məsələn Əmir əl-Mumin Əli əleyhissalam barəsində. Biz o hədisləri baxıb daxil oluruq Allahın iznindən Qurana. Bunlar burada yer tutur ya yox. Quran-ı Kərimin Əl-Bəqərə surəsinin 207-ci ayəsində Allah Teala belə buyurur. Bismillahirrahmanirrahim. Rahman və Rahim Allahın adı ilə. Mərhəmətli, mehriban, bağışlayan Allah Teala'nın adı ilə. O Allah ki dünyada hamıya rəhm edər, ahirətdə yalnız tövbə edib möminlərə, yəni namaz qılanlara rəhm edənin adı ilə. Qapısına gedərsən, səni əliboş qaytarmayan Allahın adı ilə. Səndən geç küsüb tez barışar, o Allahın adı ilə. Sənə böyük ruzi ehsan edər, yorulmadan çatdıran o böyük Allahın adı ilə. Sənin günahlarının üstünə pərdə çəkən Allah Teala'nın adı ilə. Və s. Və minən nas mən yəşri nəfsəhu tiqaə mərzatillahi vallahu raufun bil ibad. Allah buyurur ki, insanların içində elələri var ki, Allah və Peyğəmbər yolunda öz canından keçər. Bu ayə Peyğəmbər əleyhissalamın dediyi nə görə İmam Əli üçün nazil olur. Haçan nazil olur?
Peyğəmbərə vaxt gəldi, Məkkəni tərk elə, yatağında əlini yatızdır, müşriklər ət peyman bağlayıblar, bu gecə səni öldürəcəklər, gecənin yarısında. Əlini öz yanında, yatağında yatızdır, özün tərk elə Mədinəyə tərəf hicrət elə. Həmin gecə İmam Ali əleyhissalam Peyğəmbərin əmri ilə o evdə, onun yatağında olub, gecə gəlib Peyğəmbəri öldürənlər Əli əleyhissalamı görürlər. Və orada Əli əleyhissalamdan zədəli, mübahisələri, əlbayaxa və s. haqqında hədislərimiz var. Olub. O ölüm təhlükəsi idi. Orada Əli əleyhissalamı, Peyğəmbəri öldürən Əli əleyhissalam üçün narahatlıq yaratmaz özündə. Bax, Allah da Peyğəmbərə bu ayəni göndərir ki, Əli əleyhissalam öz canın Allah yolunda və Peyğəmbərin yolunda öz canından keçməyə belə hazırdır. Allah belə şəxslərə mehribandır. Bu artıq Əli əleyhissalam haqqında olan, əzizlər, dəyərli məclis əhli ayədir. Yenə Bəqərə surəsində (189-cu ayədə Allah Teala buyurur: Bismillahirrahmanirrahim. Vallaysal birru bi an tatul buyuta min zuhuriha. Yaxşı əməl evlərinizə bacadan, pəncərədən, evin arxasından daxil olmaq deyil. Minnət təqa və tul buyut min əbvabiha vəttəqulla ləalləkum tuflihun. Yaxşı əməl evlərə qapıdan daxil olmaqdır. Qulaq as, burada fikrim var. Buyururlar, bu ayədə Əli əleyhissalam üçün gəlib. Necə? Peyğəmbər deyərdi, Ənə Mədinətul ilmun, mən elmi şəhəriyəm, Əliyum babiha, Əli bu şəhərin qapısıdır. Bax, biz bu mərasim evinə daxil olanda qapıdan daxil oluruq. Evə gedəndə Allahın köməyindən qapıdan daxil oluruq. Hər yerin qapısı var, cəmaət. Qulaq as. Peyğəmbər də deyərdi, mən elmi şəhəriyəm. O şəhərin qapısı var. Qapı Əlidir. Yəni siz mənə yetişmək istəsiniz, gərək qapıdan keçəsiniz, Əlini tanıyasınız. Yaxşı, ya Peyğəmbər, siz dediniz bizə qapıdan keçməlidir. Əli qapıdır. İndi giririk Qurana, oxuduğum ayəni siz əzizlərə çatdırdım. Təkrar edirəm. Və tur buyut min əvvabiha. Siz evlərə qapılardan daxil olun. Artıq Peyğəmbərin dediyi hədislə Quranda ayət üst-üstə düşür. Peyğəmbər və Əhl-i Beyt əleyhissalamlara bir daha bir salavat istəyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Əzizlər, Quran-ı Kərimin 76-cı surəsi İnsan surəsidir. Orada da oxuyuruq. Bismillahirrahmanirrahim. Yufuna bin nazri və yaxafuna yəmmən kana şərruh mustatir. Salam aleyküm. Onlar ki əhd bağlayıblar, mən Allahla nəzir boyuna ayırıblar, onlar o nəziri yerinə yetirirlər, o nəziri yerinə yetirirlər və onlar dəhşəti bürüyəcək, ahirət günündən qorxurlar, ilahi hesabatdan ki, onun hüzrünə yetişəcək. Və yutumuna ta'am Allahu bihi miskinən və yetimən və əsirə. Onlar özü azdır, ehtiyacı var yeməyə. Ancaq onun evinə gələn
Fakir yani miskin ve yatim ve asir. Asire öz çöreklerini verip özü aç kalanlar. İnnemâ nut'imukum livaçillah la nuridu minkum cezaan ve la şukura. Ve diyorlar biz sizi yedirdirik. Sizden bir tamanına güdmürük. O kasıblara ki yedirler. Yalnız Allah Teala'ya hatır ediyoruz. O müthiş günün korkusundan. Arasat meydanında. O vahşet günün korkusundan. Sizi yedirdirik. İmam Saccad Aleyhisselam birine giyim verir, ihtiyacı var. Giyimini verir ona. O imama teşekkür edir. Öz libasınızı bize verdi vesaire. İmam onu kucakladı, dedi bana bak. Siz olmazsınız. Bizim çöreğimiz cennete kim aparar? Siz varsınız ki size kömək eləməklə ruzimizi göndeririz cennete. Demek ruzi mesela buradan gelir sana. Ruzi ahirete Allah yer küresini karar verip. Nece Cəllabadda, Lənkəranda, Şəmkirdə vilayətimizə Allah bərəkət versin. Əkərsən, sonra məhsulü dərəb ehtiyacını ödəyərsən, bu dünya ahirət üçün əkinəcəkdir ki, yaxşı zamanlar edəsən. Ama orada o ettiklerini ruzi olarak oradan oranın hayatını yaşayasın. Size vurma. Eğer bugün sen namaz kılırsansa, şükür Allah'a. Kılmırsansa, namazı inkar eyleme. İnşallah ben de kılarım. Allah kısmet eder, bana da şarait arada kılarım de. Koy ne namaz? Kim de oradan gelen artık Müslüman olsan da kafirle beraber olursun. Həmin bəndələr ki, arxa çevirir Qurana, Peyğəmbərə, namaza, Allah deyir Əraf surəsində, onlar dəvə iğnənin gözündən keçənə qədər orada qalacaqlar, onlar cənnət görməyəcəklər. Sözə bax. Əraf surəsi, 7-ci surə, 40-cı ayət. Dəvə də ki, heç vaxt iğnənin gözündən, dəliyindən çıxan deyil. Allah deyir bunu. Dünya müvəqqəti bize Allah imtihan yeri karar verir ama ancak dünyanın gülleri, daşları, çiçekleri, rütbə, övlad, başka sevgiler, daş, sikke, kızıl, gümüş başımızı karıştırır. Kulak as, kulak as. Allah Kur'an'da diyor, el-hakamu takassur, karıştırdı dünya başını. Hatta zorluk olmaktadır. Bir de gördün ki taze kabirdesən ve o kabrini ziyaret edirsən.